Herkese salam kızlar, hər vaxtınız xeyir olsun. Necəsiz? Sevgililər gününüzü təbrik edirəm. Bugün 14 fevraldır qızlar. Biz gedirik məclisə. Pəmbiş geyinmişəm. Çünki uşaq ad günüdür. Ona görə istədim belə pəmbiş geyinim. Saçım necədir? Saçım bütünlə qızlar bir yerdə qalmır. Tatil əslində deyir qəşəngdir. Prosto mən belə nəsə öyrəşməmişim. Bəyənmirəm. Bəlkə dəyişdim, bilmirəm ya, belə qalsın. İndi görüm necə olacaq. Hacır bəy, 14 fevral inşallah indi məclisə gedirik. Oradan çıxandan sonra hara gedirik? Hara oraya istəyirsən. Sağ ol. Belə jestlər eləsə xoş deyirəm da qızlar. Özdə heç bir yer danışmamışıq, heç bir şey eləməmişik. Plansız işgən. Plansız. Görək indi hara gedəcək. Amma əslində həyatım, səncə mən hara getmək istəyirəm? Səncə? Görüm düz tapacaq siz Allah. Mənim ürəyim nə istəyirdi? Nə bax? Təzəlicə. Dedim hara gedək? Dəniz kənarı. Amma bilmədim da hara. İstiqum. Dəniz kənarı, İstiqum. Qutab. Rəngin. Yox, Allah ürəyim qutab istəyirik, dəvə qutabı. Sevgililər günündə mənə dəvə qutabı al. Qutabı. İstəmirəm qızlar. Yox, əsas istədiyim şey olsun. Mənim istədiyim odur. Allah qutab istəyirəm. Qutab nədir? Yox, mən Novxanda qutab yemək istəyirəm. Əməcələnsə. Vallahi Novxanda qutab yemək istəyirəm. Yox, Belə alarıq. Yeyərsən. Yox. Həyatım, mən dəniz kənarında qutab yemək istəyirəm. Qutab. Vallahi. Düz demirəm qızlar. Məncə düz deyirəm. Ta gözləyəsən, sən xaşa gedək də. Yox, xaş da yaxşıdır, amma xaş olmaz. Gedək qəşəng qutab yeyək, qutab. Qutab. Dostlar, gəlib çatmışıq. İndi girişi bizdən eləyəcəklər. Bir dənə donmuram, buz nədir? Buz. Yerlilərimin məclisidir bu arada. Bərdəllərim. Bir dənə suyuq var burada. Bilmirəm, kondisioner qoşurlar. Tadir bəy, necəsiz? Necəyəm dostlar? Məncə yaxşısan, əlasan, süpersən. Əslində istəyirdik haradasa oturaq restoranda falan. Sonra düşündüm ki, restorandansa ən gözəli belə bazarlıq eləyib evə aparmaqdır. Siz nə düşünürsünüz? Vallahi ən gözəli bardan bazarlıqdan elə. Allahın olsun bu deyir ha dostlar. Və Allahın olsun nə qədər dedik. Gəl gedək. Dedim yox. Ondan sonra uşağıma gedərəm qəşəng var bazarlıq eləyərəm, oyuncaq falan alaram. Gedərəm 14 fevral uşağımla keçirərəm. Birincəm elə düşünmürdüm. Dedim gedək harasa. Sonra dedim neyinləm, düz demirəm qızlar. En gözəli belədir. Göylərdən ama yaxşı deyil bu göylər. Şey arkadaşlar, aldık, indi ise gidiyoruz. Qahitədə saadet ancaq aldıqları belə olar yəni. Şey qızlar, haradasa oturmaqdansa belə 250 neçə manat alırsan, gedirsən, oturursan evində, yeyirsən, içirsən, uşağın da xoşbəxt olur. Düz demirəm həyatım. 100 puan. Görsən, qədrimi bil. Melisə hələ nə qədər oyuncaq almışıq. Ona mən hər gün oyuncaq almasam ürəyim partlayar. Buyurun Tadir bəy, buyurun. Ayağım ağrıdı. Toy edirik. Toy niyə? Ancaq Saadətin xoşladıqları. Bu dəfə qızlar abur-cubur almadım. Qırılmaz, narahat olma. Bu dəfə abur-cubur almadım, sırf evə lazım olanları aldım. Hadi maşına at, mən oturum. Qızıma eləyirik, gözəl oyuncaqlar almışam qızlar. Aramızda bilmirəm mənim kimi olanlar var yoxsa yox qızlar. Məndə bir xasiyyət yaranıb. Yəni Melis olandan bu belədir. Mən hər evə gələndə, yəni özüm məsələn harasa çıxıb evə gələndə mütləq və mütləq Melisə
nəsə almalıyam. Yəni əlimi dolu görməlidir. İstər oyuncaq olsun, istər nə bilim koko olsun, bir koko möçə deyirəm də belə. Yəni o mütləq əlimin dolu olmalıdır. Adi məsələn tacir evə gələndə də deyirəm ki, tacir mütləq nəsə al ki, o sənin əlini həmişə dolu görsün. Yəni həmişə görsün ki, məsələn nə olur alınır da. Belə. Dedim indi yenə sevindirmə. Ağrıdım ya, ayaqda qalmaq. Mən də ayağım ağrıdı. Qoca kişiyəm, mən o yaşımda ola dostlar. Amma dostlar başımı yuyub çıxmışdım. Bax başım üstünüzə sağlıq. Çox pis ağrıyır. Ondan əlavə də məclisdən çıxdıq axı. Məclisdən çıx, Pramur gəl bura. Sağ ol bəyəm. Üstünüzə sağlıq. Ağrıyor. Gəlib buradan baxın. Sana nə almışam? Gəl qapıya. Gəl. Tez gəl. Melis gəl. Gəlir də. Nə görüm. Ay can, nə almışam sən? Gəl görüb sən nə almışam? Nə almışam? Get gəl. Get. Hoppa. Get. Nə almışam? Sən nə almışam? Sən də yazmışsan göndol. Pul varsa göndol. Yox, elə. Hə. Qənd desək 1 kilo qənd almatınız var. Yox. Bunu nə qədər aldın? Bunu ala bilməm də, qənd alamıram. Çünki oxşu bazarlıq eləmişik. Onu boya bazarlıq. Gəl görsən nə almışam? Nə almışam? Ala qızım. Bax. Öyrənib bir şey. Bax. Nədir bu? Aç. Bax, nə gözəldir. Mikrofonu da var. Sonra mən də bunu təmizləyici aldım ki, evi yaxşı təmizləsin. Melis də evi təmizləməlidir. Bir də maşın aldım, maşınla. Bip. Nə almışsan deyir. Oqa deyir, nə almışsan? Nədir o? Ay Allah, açım. Nə? Qəşəkdir. Piyanino. Hə, mikrofonu da var. Mikrofonu da var. Melis deyir, nənə açır. Piyanino. Melis'e bak Fatma nenen görüp görünür. Melis Fatma nenedir? Fatma nene. Aşkım. Fatma nenedir? Ay Allah ne güzel. Aşkım o geçecektir. Hadi bakak şuraya Fatma nene. Neyse bak görmüyorum Fatma nene. Ay Melis. Fatma nenedir? Ya baxmışdın qızım? Hə. Uçmaq istəyir, uça bilmirik. Buna. Hay can. Ne oldu? Boy. Apa ne? Ne? Apa. Şşt. Apa. Apa. Fehmə, gördün? Sözümə qulaq asmırsan. Gedib oradan kartofu tökdün, soğanı tökdün. Buraları niyə batırırsan? Arzu xanım, Melis xanıma pankek hazırlayır. İçinə nə qatmırsan? Bu dəfə biraz fərqli eləyib qızlar. Süt, biraz çivili. Biraz pesok. Dadlı olur ama maşallah iyiydi bunu. İçəri duruyor. Ama qəşəngdir. Melis gəl. Nə ağıllı qızsan. Görürsünüz qızlar, gəlib təmizlik eləyir. Mən bunu buna görə aldım ki, evləri təmizləsin. Hə, təmizlə. Buranı da təmizlə qızım. Deyir, buranı da təmizlə. Divarı da təmizlə, divarı da təmizlə. Aferin, aferin. Halaldır qızım, halaldır. Gülsün öpüm. Halal olsun aşkıma. Kızlar, gəlmişəm sevgim odaya. Burada çox gözəl kirayə geyimlər var. Rəfiqəmin yeridir, yeni açıb. Özüm üçün gəldim buradan geyimlər götürüm. Hər biri təzədir və gördüyünüz kimi etiket üzərindədir. Və belə bir geyim var.
Bu da onun. Həmin bu qaranın göy rəngidir. Çox möhtəşəmdir. Və burada çox möhtəşəm belə geyimlər də var qızlar. Buna bayıldım. Çox gözəldir. Çox qəşəngdir. Və burada da geyimlər var qızlar. Hər çeşid geyimlər var. İstər böyük bədən, istər balaca bədən. Hər çeşid geyimlər var. Və bunların hər biri gördüyünüz kimi təzə və etiketi üzərindədir. Görürsünüz qızlar. İndi çöldən də göstərəcəm. Mən hansını götürmüşəm sizə demirəm. İnşallah geyinim əynimdə görəcəksiniz. Bugün ad günündəyim. Bu da mənim. Gedirik indi yemək yeməyə qızlarla. Axşamda Leyloşla zadla ad günündəyik. Leyloşla bir yerdə axşam ad günündəyik. İnşallah Allahın izni ilə axşam əynimdə bölüşəcəm. Ünvanda qızlar Xırdalanda yerləşir. Burada da əlaqə nömrəsi var. Instagram səhifəsi də var. Xırdalanda düz parkla üzbəüzdür. Baxın, parkın yanındadır. Gəlirsiniz, belə görəcəksiniz. Sevgi moda. Qızlar, burada Xırdalanda bir yer var idi. Gəldik oraya yemək yeməyə. İndi yemək sifariş eləmişik. Amma bura 2 hamilə xanım toxuşub. Görə 20 dənə tək ikimizə xəncəl demişik. İnşallah yeyə bilərik. Deməli qızlar, 20 dənə 2 nəfərə xəncəl demişik. Belə başqa da pizza demişik. Görə inşallah yeyə bilərik. Belə adam istəyir ha, Mətiş. Prosta gələndə deyirsən ki, hə, yeyəm. Hamısını yedizdirəcəm sənə. Gəlsin bilən dostlar. Görə necədir buranın yeməkləri. Əslində mən bir yerdə oturmuşam, bilmirəm bura oradır, yoxsa məncə ora deyil amma. Buradır. Ola bura deyil Mətiş, ora uzun yer idi. Buradır da uzundur. Yoxsa qışda burada əlavə bunlar tikirlər deyə gətirirlər. Bizə nə idi? Belə oturacaq var idi orada. Belə deyil. Yox, belə yox, belə fərqli oturacaq. Yerdən də qabaqdan qoyurlar. İndi o tərəfdən mən deyirəm. Gördün mü? Mən bilirəm. Ora uzun yerdir, hə. Ora bir arada partlayırdı. Yadınızda da olsa Xırdalanda yaşayanlar varsa bilər. Bir müddətdə ora qəşəng xod gedirdi. Sonra indi bilmirəm nətərdir. Axır ki, illər sonra xəncəlimiz gəldi. Çıxdı amma biraz geri gətirirlər, nə yalan deyim. Buranın adı nədir? karamel. Hə, karamel. Yeri yaxşı olsa da biraz qulluq zəifdir. Bilmirəm. Adam da belə aşırı çox deyil, deyim belə. Nəysə, sosumu hazırlamışam. Görək xincəlləri necədir. Birinci qızartmaya baxaq deyim. Sonra bozartmaya baxarıq. Baxaq görək necədir. İllər sonra dostlar bu qaynatma olan xəncəlimiz də gəldi. Bunu yedik hana. Yəni görüm ya Allah bismillah görək bu necədir. Amma qızartmanı bəyəndim. Adam stallaflar qəşəngdir. Mən heç bəyənmir qızartma. Mən amma bəyəndim. Mən bunu bəyənirəm. Necədir? Görək necədir bacım. Siz də yiyin də bu qaynatmadan. İndi isə dostlar saç aldıq. Onu hazırladırıq. Anam mən gələnə qədər bəh aşı hazırlayıb. Mən demişdim noxtaş. Sən indi görən mən noxtaşı belə eləmirəm ürək. Tacir. Sən birdən deyərsən mən necə eləm. Altına çolpa vurub dostlar. Vurmusan? Görə indi necədir dadı. Əllərinizə sağlıq. Mən indi onu pişirərəm, farklı yeyərsən. Sən yemsəməm noxtaşımı? Yox. İndi yeyərsən, bilərsən. Sən bunu yığdır. Sonra özün pişirərsən. Loqqol. Pişirəndə tezdən durub. Hara durun pişirmə? Mən getmişəm 3 dalınca ürək. Anacan. Qızlar evdən çıxdım. Leyla gedib ücret çatıb. Mən hələ çatmamışam. Saat 8 işləyir. Gedək görək inşallah necə olur Allahın izni ilə. Nətər makyaj elədim, nətər hazırlaşdım. Sizin üçün çəkə bilmədim. Çox təəssüflər olsun. O da ev yox. Orada gedib qəşəng çəkərəm. Qara, qəşəng, sadə don götürmüşəm. Belə şərflidir. İndi orada çəkərəm, fikirlərinizi yazarsınız, görün necədir. Gəldim, bacışqıma qovuşdum. Leyloşuma qovuşdum. İkimiz də bilmədən qara geyinmişik. Yəni, bir-birimizi gözləyirdik. Leyloş mənə tez gəldi. Düz yanımda yer saxlamışım bacı. Bütün turşuları, alçı turşusu, hamısını qoymuşum yanımıza. Gəl bacımı bir çəkim, nə gözəlsən. Həmişə kimi. Sağ ol həyatım. Qızlar, bu da bizim geyimimiz. Necədir? Fikirlərinizi yazın, görün. Bayaq maşında demişəm də fikirlərinizi yazın. Qəşəng bol story, yorum gələcək. Haydi getdik.
dayanmışken tez dedim çəkeyim. Diyetdəsən? Mən belə deyirəm, bir sizə nə arıqlamışam. Bilirik, kofenin Allah canını sağ eləsin. Qızlar, tacirin elə bil arıqlama etdiyi kofenin, köçəlmə etdiyi kofenin arıqlamasını içir. Və ancaq yediyi budur. Çörək qəti sürətdə yemir, iştahı təmiz yanıb. Leyla da bir balıq yeyir, görüb görəcəyimiz elə bax, balıqdır, şordur. Ancaq bacısı ölmüş gələndən şor. Mən bundan da yedim. Balıq. Yedim, ondan da yedim. Kebab da yedin. Ha? Kebab yedin. Bir dənə ondan da yedim. Yalan deyir dostlar, inanmayın. Balıq, şor. Limon vurdum, kürəyimi vurmasın, hər qızlar fas. Peki yedin. Görürsən, valla limonla yeyirəm hər şeyi. Yemişdik biz. Yaxşıdır. Demək olar heç yeməmişik içərsən. Allah. İndi gör nə gözəl arıqlayasınız. Mən demişdim dostlar, mən özdən məsləhət gördüm ki, Leyla, bu arıqlamanı al, iç. Çünki tacir köçəlibsə, siz də arıqlayasınız. Pərvin çox gözəl arıqlayıb. Çünki Pərvin bir ay bundan qabaq başlayıb. Leyla təzə başlayıb. 69-dan 62-yə düşüb. Sən maşallah, sən də yavaş-yavaş getsən ha. Sağ ol ya. Valla. Leyladan öncə başlamışam. Yaya bacım olacaq. Manken. Mənə şişirtdi. Sən heç deyilsən. Hani biz yaya gedirdik dostlar, qocam yaya planımız var. Anlı. Dostlar, fotosesiya gedir, fotosesiyamıza davam. Əlmin xanımın çəkilişləri. Gör nə qəşəngsən Allah tərin. Allah bacım da deyə demirəm. Maşallah, maşallah. Qızlar, karantinlər necə gedir? Daha da yaxşı. YouTube izləyicilərinə nə deyə bilərsiniz? Nə deyə bilərik? Sənin izləyicilərin sənin kimi yalnız gözəl ola bilər. Bunu deyə Sağ ol bilərəm. həyatım. Həqiqətən də YouTube izləyiciləri Allah hamd olsun bir başqadır. oliqarx bacım, mənim milyoner bacım. Qada çıxardacaq, qada çıxıb gedəcək. Şəhər yanlısına dəvət edir. Qada getmə. Çox Böyle bir şey
Qızlar, məclisdən çıxdıq. İnan o qədər yorğunam. Korset geyinmişəm deyə. Korsetli geyinmişəm. Neçə vaxtdır belə geyinmirəm. O qədər belə ağrıdım ki, elə bir ki sıxılıram da. O qədər şalvara öyrəşmişəm ki, ən gözəli kostyumdur. Düzdür, yəni donun ayrı gözəlliyi var. Çox qəşəng donda. Prosto ki, hamiləlikdə biraz çətin olur. Yəni bilmirəm ki, məsələn, hamiləlikdə bu korset falan geyinənlər necə rahat ola bilir. Mən heç rahat ola bilmirəm. İndi qonaqlarımız gəlir. Tacir düşüb mağazaya. Bir iki şey var. Onları alacaq. İnşallah qonaqlarımız da gəlsin. Allahın izni ilə. Gedək biraz rahat oturaq. Amma videonu bugün sizlər üçün yükləyəcəm. Saat 10'a işləyib. 11'e falan inşallah yükləyərəm. Qonaqlarımız gəldi. Xoş gəlmisiniz. Həmişə siz gələsiniz. Tacir sizin babanızı gedəndə. Deyir qonaq gəldi, kim gəlir? Mən elə bildim sabah. Sən dedin sabah gələcək riski. Sonra dedim yəqin sabah gələcək. Hay can. Nədir? Dur sən mən uşaqların yanındayım. Sən get haydi bacı. Melis qaqadır. Sən qaqanı bir masilə görüm. Qaqanın masilə baxım. Qaqanın masilə mama baxım. Yes. Qaqa sen ne güzel olmuşsan. Maşallah seni. Maşallah seni. Aa gaga. Gaga. Hay can. Yo matile gaganı. Aferin matile. Aferin kızım. Allah diyene ay Allah. Ay Allah. Saçıdır. Hay can. Ha. Yes. Bunu şarkagaydı. Amelis. Bunu şarkagaydı. Ha. Ay Allah hele. Şoka salıyorsun, haberiniz yok. Ne? Canım, burada ses... Az biraz çok. Amelis. Gaga geçekti bak. Bak gaga geçekti. Haydi sonra mutlu ilat bilmem bu. He? Ay Allah hele gagaya. Kartuşlarda yemeler. Evdi, geçekti. Beş bu neydi kızım? Aa buradan da şekil çıktı. Bunu buraya yapıştıracağız. Şun qaşını. Bir oyda doydu. He? Şun qaşını. Kızlar maşallah yazmağı unutmayın. Maşallah yazın. Sabah kızım telefonla danışır. He. Dayısını çağırır durandan. Murat. Ne oldu Murat cevap vermir? Dene alo. Hardasan Murat? Denen aşkım. Hele fikir. Ha, yukarı kaldır kızım. Necəsən? Yaxşıdır. Sən necəsən? Dene Murat bu etsən. Hı. Atan çağır atanı. Tacir deme de ata denen. Ata. Kızlar mən çox vaxt deyirsiz tacir deyir. Uşaqlığından üzrə tacir deyir. Yəni ata deməyib tacir deyib ancaq. Atasının adını deyir. Atası da deyir ki mənim xoşum gəlir. Mən ancaq adımı desin. Mənə deyir ancaq adımla müraciət eləsin. Elimde şikayet atıyorum da bakayım. Murat'ı çağırdın. Ha? Gedirik qaynımı yola sağ əskərliyə. 4 ay qalıb inşallah. Təsəlli versən hə özünə? Hə? Gəldik çatdıq aeroporta. Tayfun bəy çox həyəcanlıdır. Həyəcanlı anlar bizi gözləyir. Melis xanım da əmsini yola salır. Ona görə dərs geyiniblər. Həyəcanlı anlar davam ediyor. Tayfun. Heyecanlısan kardeşim. Heyecanlıyım. Hiç demedim. Elə yox Samolyota minəcəyimə görə heyecanlıyım. Nədir lan sən? Deyil, mən də qorxuram. Nə yalan deyim. Hər minəndə qorxuram qardaş. Amma mən qaqa hər minəndə qorxuram. Deməli mən tək deyilmişəm. Aycan. Şoför manevra da verir.
aeroportumuz gəldik. Qaqa təzə aeroportdur yoxsa köhnə? Yox köhnə falan hə. Aycan. Aycan. Çatdı. Dördən. İnşallah Allah qismət eləsin. Yox, onda uşaq imişsən. Milli orduda başqa. İnşallah sən. Saça bax, saça bax. Amma uçar birbaşa Maldiv. İnşallah, inşallah. Hə, bəs nə Maldiv. Gözəldir dostlar, Maldiv. Ən böyük arzum. Yo, birinci Türkiyəyə gedəyim. Sonra gedəyim, Maldiv xaraşo. Hara gəlmirsən? Kapağını çət. Kapağı da yaman əyri qoymuşuq. Dayan girin. Amma külək başladı, Melis. Hara getsən? Gedirsən? Hə? Hadi buna bax. Hara getsən? Hə? Yes, gedirik. Məsələn, dayan, ayaqqabını düzelt, gəl bura. Gəl şalvarını düzəldim. Az sumkanı tərs taxmısan. Get mama düzəltsin. Dayan. Bax da buna bax. Mən gedirəm. Oturub özü biletinizi alın. Bu yaman küləkdir, tazir. Get atan yanına, tez ol. Get atan yanına, get. Gəl aşkım. İnşallah sağ salamatlıqla, qardaş. Bir hafta da sonra gəlib götürürsən. Əmin kutusuna gəlsən. 4 ay. Aşkım, əmin yola sarsan. Hə? Əmin yola sarsan. Əmin qutu elə. Ay Allah, balam əmişini qutu eləsin. Hə? Melis, bay bay elə, bay bay. Melis, bay bay elə. Bay elə, bay. Bay bay. Can. Niyyət var. Getdik, gəlin. Tadir, Melis'i qucağına al. Tamam. Soyuq deyil, Tadir onu. Niyə? Yox, üstü batılı şey deyil. Getdik, haydi qardaşım. Bir dəqiqə gözləyim. Vah, haftasının açıqsın. Yox, dasının açıqsın qopardır, onu fikrim. Hara geçsən, Melis? Bay bay. Bay. Ay, Tadir, onu ayağını düzelt. Mamam deyir, bu tərəf soyuq şey külək deyir. Qızlar, bu tərəf külək deyirdi. Biz evdən çıxanda külək deyib daxil. Bax, gör nə təmizdir, qardaşım. Bax, belə, həmişə belə ayaqqabı təmiz saxla. Təmizlə. Az qalıb. İnşallah 4 aya Allahın izniyle sağ salamat. Çox az qalıb da, nə qalıb da? Kövrəlmək istərinə davam. Əsrində olan qardaşım kövrəlib. Çox kövrəlib. Gel. Melis burnun yaman kızardı. Ömür kısa değmez kıza. Hadi. Eləsi var sonra dəyər. Değer. Tayfun geldi ayrılık zamanı. Beni çağırır havalimanı. Get kardeşim. Melis əmini küçükcə elə. Ora biz girəmirik ya Tacir. Bir dənə nazına baxın siz. Az, yaxşı. Saçını gətirəldək də, Qıtan. Sumkasından da beşimişim gördüm. Ay, Qıtan. Üzdə uşağa baxır. Uşaq görüb orada. Uşağı görüb orada ona görə. Melis. Melis, mamaya bax. Amis. Kimi? Getsən. Deyir, mən də gedirəm, məni bıraxın. Gedirəm, samalyota minəm. Melis. Dirə bax. Qaç deyir, qaç. Deyir, qaç. Tazə bir oğlandır. Yanında oğlan var. Buna. Melis. Ha, Melis. Qucaqlamağına bax, Tazə. Əminlə gedirdi. Gördüm, Melis. Hayır, orada düzələcəm. Hanı benim kaynatam? Sonradan gördüm. Bu da benim kaynatam. Sonradan gördüm, elə orada çəkəm. Ayrılık zor biliyorum. Allah'ın zamanında olan.
Çok sağ ol Berk kardeşim. olan. Berk olduğunu görmedim. Şey de. Sağ ol kardeşim. 4 aydan sonra görüşürüz. Hələlik baş vadana şeydi çəkəmləmiş. Allah əmanət ol. Melislə də quzu elə. Melislə də quzu Az gedirik əmi. Əmi dışına get get. Sana. Böyle şapkalar. Böyle şapkalar. Gördün. Biz əmi çeydi. Əmi. Abi damat görüp kızı şey bu. Geldi mi? Sağ olun, sağ olun, sağ olun. Neyse bırak. Çürüyünce adam inir. Papağını tak kızım. Yan şəkil çəkdirək. He. Gel neresi yoksa mı? Sizə ən yaxından çəkirəm. Baxın qədirim. Hələ biraz da yaxınlaşdıra bilərəm. Biraz da yaxınlaşdıra bilərəm. Dursan qardaşım. Aydan tutardınız, olmayacaq. Kızlar, YouTube butonum geldi. Yine indi götürdüm. İnşallah, inşallah kızlar sayenizde milyonluk buton alarıq, milyonluk. Demek ki biz sevildik. Demek ki bizi sevdiler. Güzel, açıq görək. Bu hamımızın uğrumuzdur, hər birimizin. Mənim də sizlə bərabər olan uğurumdur. YouTube'a buradan təşəkkürümü bildirirəm. Çox sağ ol YouTube. Təsdiqlədi ki, artıq biz yaxşı YouTuberik. Kızlar. Bugün benim mutlu günüm. Tadı mənim butonum niyə belə balaca gəldi? Sənin butonun məndən böyükdür. Hə? Yox, bizim evdə sənin butonun var, o böyükdür. Buna bax. Bir bax balaca gəldi. Sənin butonun böyükdür. Sənə gəlib 100 minlik buton. Baxın kızlar, 100 minlik buton. Yo, sənin butonun daha böyükdür. Nə bilim. Amma sənin butonun daha böyükdür. Bilirəm. Deməli, qaynımı yola saldıq, qayıtdıq evə, Melisin əynini dəyişdik, qəşəng. Çimizdirdik deyəndə, yəni yuduq elədik. İndi neynirik, gedirik dəniz kənarı qutab yeməyə, Novxanıya. Çünki mənim rəyim bilirsiniz, qutab istəyir. Tab gətirəmədim, dedim mütləq getməliyik. Baldızımdır mənə, Melisdir. Gedirik bir yerdə, Melisi bax, gəl. Mamama təklif elədim, mamam getmir. Bacı, vallah, billah, Allah and olsun. Mən mamamı heç çara çıxarda bilmirəm. Heç çara. Nə qədər elədim, dedi, yox, mən saçımı falan yuyacam, siz gedin. Arvadı mən evdən çora çıxarda bilmirəm. Ən sevdiyimiz qutab yeri var, ora gedirik kızlar. Yəni hər dəfə, səfirləmləsə 2 dəfə bundan öncə də bölüşmüşdüm sizlə. Yəni oranı çox sevirəm, səliqəsini. Tabalar söhbətləşirlər. Gəldik çatı kızlar. Kabinet təmizləyirlər. Buranı o qədər çox bəyənirəm, həqiqətən superdir də bura. Bebe. Hani bebe? Bebe. Bebe yoxdur ki. Bu nədir? Tuşbağa. Balıq da var burada, bax balıqlara. Nə qəşəngdir. Gördün balıqları. Ay Allah. Gördün kızım. Şeydir. Onun elini vurma ömrüm, onun elini vurmaq olmaz. O dızzadır. Xı. Sen. Haycan. Sen. Hə? Sen. Nə istəyirsən? Ne? Hə. Melisi qızlar evdə yemək yedizdirib gətirmişəm. Dedim birdən burada qutab yeyə bilməz ona görə. Arımız gəldi. İndi qutabı gözləyirik. Amma heyf qızlar dəvə qutabı yoxdur taze. Heyf. Belə buranın qutabını çox bəyənir. Necə sən nətərdir? Mükəmməl. Mən də bura bu qatdığın heç nə demirəm. Dadı. Neyəsən deyirəm? Elə smetandır. Bunu nətər düzəldirlər, nətər hazır. Mən deyirəm qızlar, bu bura dindarların yeridir. İçki falan da verməm çox ləzzətlidir. Yəni həqiqətən möhtəşəmdir. Arkadaşlar, sen de değil. Arkadaşlar, geldik videomuzun sonuna dostlar. Eğer videomuzu beğendiyse kanalımıza abone olup bildirimleri açın. Yorum yazmayı unutmayın kızlar. Bu sizin için 3 günlük vlog oldu. 3 gün neler eləmişəm.
Hamısını da çəkə bilməsəm də, amma qısa-qısa çəkdim, göstərdim. Sizi sevirəm. Kanalımıza abunə olub, bildirimləri açıb, yorum yazmağı unutmayın. Əsasən like eləyin. Yaxşı ki varsınız. Öpdüm sizi. Növbəti videonu çəkmək üçün bunu sonlandırıram. Hələlik. Ne bay bay. Biz belə. Bay bay.